Abidən çətin sual verin. Ver. Çətin sual. Ver də bilmərəm. Sən söylərsən cavabını. Biz doğmadan əvvəl kaderimizi, yəni bizim həyatımızı yazan Allah, biz öləndən sonra niyə hesabını sorur bizi? Çünki Allah yazdığına görə sən bir şeyi seçmirsən. Məsələn, mən bura götürüb yazsam ki, Elmir 5 saatdan sonra yuxuda olacaq. Sən də həqiqətən yuxuda olsan. Sonra sənin qardaşın gəlib mənə qəzəblənsə ki, Elmir yatıb, amma sən bura yazdığına görə yatıb. Mən yazdığıma görə yatmısan sən. Sən yatmısan, sənin yatmağın mənim yazmağımla heç bir əlaqəsi yoxdur. Sadəcə sən yatdığını mən bildiyimə görə bura qeyd eləmişəm onu. Allahın qədəri yazmaq bundan başqa fərqli bir şey deyil. Allahın qədəri yazıb yazmamağının, hətta Allahın qədəri yazıb yazmamağının bizim həyatımıza heç bir dəxli yoxdur. Yəni Allahın bir şey bilməyi səni məcbur edə bilməz. Allah ancaq gücü ilə səni məcbur edə bilər. Sən din o qədər nöqtəsində Allahın gücünə təalluq eləmir. Allah sənin seçimlərinə qüdrəti ilə müdaxilə eləmir. Allah heç bir qulun seçiminə qüdrəti ilə müdaxilə eləmir. Amma seçimlərini elmi ilə bilir. Elm də zaten müdaxilə edə bilmir. Çox qəlizdir. Qəliz nə olur? Hayır, все. Tamam, sen bildinsə bütün azərbaycan başa keçəcək. Qəliz ki. Ola bilər bəzilərinə çətin gəlsin. Siz başqa şey keçəcək. Başqa şey keçəcək. Başqa mövzuya. Həmin mövzuda mənə görə çətin. Həmin mövzuda adam deyir ki, Allah bizim qədərimizi yazıbsa, mən niyə cəhənnəmə gedirəm demək istəyir. Mən Allah yazıbsa ki, falan günah eləyəcək. Mən də Allah yazdığına görə falan günah eləmişəm. Yəni Allah mənə başdan yazıb ki, bu adam cəhənnəmə gedəcək. Daha məndən nəyi soruşur ki, falan şey niyə belə eləmisən? Mövzu budur. Mənə görə şeydir. Qəliz sualdır. Amma məsələ budur ki, sən seçmisən. Allah sadəcə sənin seçəcəyi, hətta seçəcəyi deyəndə zamana soxur Allah. Zamansız şəkildə Allah bildiyi üçün bir yerə qeyd edib. Amma bir yerə qeyd eləməyə mövzuya heç bir dəxli yoxdur yəni. O təmiz başqa şeydir. Bu sualın ortaya çıxması bəzi məntiqi qıt insanların iki məsələni bir-birinə qatıb qaçışdırmasıdır. İnsanların da əksəriyyəti hazır olan şeyi udur da, həmin udur balıq kimi. Udur yemi udur artıq getdi də. Heç üzərinə ciddi düşünmür. Allah bilir nə olsun. Bilir deyənə mən nə isə seçmişəm. Bir dənə düşün, mən indi günaha girəcəm. Niyə? Çünki Allah bilir. Mən günaha bir şeylə girə bilərəm. Allah məni məcbur eləsə. Dəstəmaz almaq istəyirəm, qolum getmir məsələn. Allah məni məcbur eləsə gedə bilmədim. Hə, tamam, bundan Allah məndən soruşmaz. Çünki dəstəmaz ala bilmədim. Allah qoymadı gücü ilə. Amma Allah bilir, mən dəstəmaz ala bilmədim. Bilgi hərəkətə təsir edə bilməz. Gücü hərəkətə təsir edir. Allahın gücü də bizim iradəmizə təalluq eləmir. Yəni Allahın gücü bizim iradəmizə, seçimlərimizə müdaxilə eləmir. Müdaxilə elədiyi anda həmin anda bizim iradəmiz deaktiv olur. İradə seçmək deməkdir. Yəni onu seçən Allahın qüdrəti girdiyi anda sən yox Allah olur. Çünki məsələn iki şeydən birini seçmək lazımdır. Bunu seçmək günahdır, bunu seçmək savabdır. Məcbur günahı seçdimsə, məcbur apardı. Zaten yenə mənim seçimim olmadı elə. Mən istəmirdim başdan. O da düzgün olur. Həyatın elə keçsə məsəl üçün, səhvlərdən keçsə, o nətər olur ki, yəni? O səhvi heç vaxt mən seçməmiş oluram. Qüdrət heç vaxt bir varlığın iradəsinə girə bilmir. Girdiyi anda iradə olmamış olur, bildiyin abi. Adı iradəlikdən çıxır. Yəni bir məntiq qaydası pozulur burada. Hə, da pozulur. Pozulur. Hətta azad iradə sözü var ha. Azad iradə eşitmisən də? İradə nə deməkdir? Seçə bilmək qabiliyyəti. Eləmi? İradə istəmək. Azad iradə. Azad olmayan iradə ola bilər. Azad olmadığı anda iradə də olmur. Hə də. Robot olmuş olursan. Məsələn düşün bir otaqdasan, bağlısan, heç bir yerə çıxa bilmirsən. Azadsan, azad deyilsən, amma iradən azaddır. Yəni istədiyin şeyi seçə bilərsən. Full sərbəstsən. Qabağında heç nə yoxdur. İstsən məsələn fincan olmağı istəyə bilərəm. Düşün. Günəşin yerindən oxundan çıxmağını istəyə bilərəm. Seçə də bilərəm. Ancaq gücüm çatmır. Bildin? Burada yoxsan güc. Hətta bir otaqda bağlı qala bilərəm. Tükün belə tərpənmir düşün. Azad iradəm varmı? Azad sözünə ehtiyac yoxdur. İradəm var. Azaddır bəli. Azad olmayan iradə olmur. Tərpənə belə bilmirəm, amma iradəm tam yerindədir. Amma gücüm yoxdur. Tərpənmə gücüm yoxdur. İnsanlar iradəni Azərbaycan dilində dözümlülük mənasında istifadə edir. Seçim mənasında istifadə edir. Sonradan da İslamiyyətin o iradə kəlməsi ilə, iradə qavramı ilə bu iradəni qaçışdırır, hər şey qaçışdırır bir-birinə.